أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصل على جميع الأنبياء والمرسلين حبيب إله العالمين سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس بينات من الهدى والفرقان صدق الله العلي العظيم. Peygamber Ali, Peygamber'e salavat şerif. Bəli əzizlər, bu günlər Ramazan ayının günləridir. Özdə cümə günüdür həm də. Həm ayların ən üstünü Seyyidüş-Şuhur, ayların ən üstünü, fəzilətlisi və həm də günlərin ən üstünü cümə günü. Bu günlər ələ düşən günlər deyil. Çünki insanın əlinə hər bir şəxs bu günləri yaşaya bilmir. Hər bir şəxs yaşasa da bu günlərdə duada, istiğfarda müvəffəq ola bilmir. Biz elə bilirik ki, biz burada əyləşmişik, elə bu təbii bir haldır. Amma bizim hansısa bir əməlimiz olub ki, biz gəlib bugün burada əyləşə bilmişik, Allahın evində əyləşə bilmişik. Həmin o yaxşı əməlimizə görə şükr eləməliyik. Həzrəti Peyğəmbər salavatullah buyurur, İmam Sadiq əleyhissalam öz ata-babalarından, onlar da Həzrəti Mövla Əli əleyhissalamdan nəql eləyir. Buyurur ki, Aleykum fi şəhr Ramazan bi kəfrətil istiğfar və dua. Buyurur, Ramazan ayında sizə tapşırıram ki, çoxlu istiğfar və dua eləyin. Fürsət düşüb əlinizə. Əlinizdədir bu fürsət. Həddindən artıq çox tövbə eləyin, istiğfar eləyin. 100 dəfə, 1000 dəfə, nə qədər bacarırsan gündə. Və çoxluca dua elə. Niyə dua elə? Çünki sənin duaya ehtiyacın var. Quran-ı Kərimin ayələrinin birində buyurulur, sənin dua miqdarındadır dəyərin. Əgər duaların olmasaydı, sənə verilən dəyər duaların miqdarındadır, istəklərin miqdarındadır. İstəyin nə həddədirsə, sənin çəkin odur. Allahı tanımağın da o miqdardır. Məsələn, adam var, Qədir gecəsi əyləşir, dua edir. Allah müvəffəq eləsin hər birimizi. Qədir gecəsində əyləşir, dua eləyir, nə istəyir? Heç nə, 5-10 manat borcu var, onu istəyir. Amma deyirsən, bunu istəmir, sən dünyayı və axirəti istə. Bu çox kiçikdir, sən öz çəkin miqdarında istəyirsən və deməli çəkin sənin həmin miqdarda, o istəyin qədər. Sən çıx həmin o kiçik maddi aləmdən, gör Allah Teala'da mən nə istəyim, nə istəsəm mənə daha çoxluca nemətlər bəxş olunar. Mövla Əli əleyhissalam buyurur, bu ayda həddindən artıq çox dua eləyin, mübarək Ramazan ayında. Fəəmmə dua fəyədfə ənkum bihil bəla. Çünki dua vasitəsilə bəlalar sizdən uzaqlaşar, dəf olunur. Bəla və müsibətlər istəyirsən özündən uzaqlaşdırasan, dua elə, Allahdan istə. Fəəmməl istiğfar fətumha bihi zunubukum. Amma istiğfara gəlincə isə sizin günahlarınız istiğfar vasitəsilə məhv olur, aradan gedir. Bağışlanmaq istə, günahların getsin. Ramazan ayı xüsusiyyəti budur, yandırmaq deməkdir. Günəş düşər daşın üstünə, qumun üstünə, oradakı o hərarət elə adlanır. Ramazan ayının Ramazan kəlməsindəndir, mənası həmin o hərarətdir, o daşın istiliyi, yandırıcılığı. Ki, yayda görərsən, xüsusən o isti ölkələrdə daha çox bilinər o. Daşın üstünə günəşin şüası dəyər, orada xüsusi bir yandırıcı bir istilik olar. Həzrəti Peyğəmbər salavatullah buyurur, İnnəmə summiyə Ramazan li'ənəhu yurmizuz zunub. Bu niyə yandırıcıdır bu ayın adı?
Bu adın, ayın adı yandırıcıdır ona görə ki, Həzrət Peyğəmbər sallallahu buyurur. Bu ayda insanın günahları yanır. Allah insanın günahlarını yandırar bu ayda. Sən bir dəfə tövbə eləməklə, bir dəfə istiğfar eləməklə Allah sənin bütün günahlarını bağışlayar, məhv eləyər, aradan aparar. İmam Sadiq əleyhissalam nəql edir. Həzrəti Peyğəmbər sallavatullahdan buyurur: İnnallaha təbarəkə və təala kərəhə li sittə xisal və kərihtuhunnə lil-əvsiya'i min vuldi və ətba'ihim min ba'di. Buyurur, 6 dənə xüsusiyyət var ki, Allahın mənim barəsimdə acığı gəlir o xüsusiyyətə ki, mən onları eləməyim. Və mənim də xoşum gəlmir öz övsiyalarım barəsində onlar eləyə onu xoşum gəlməz. Və ondan sonra onlara tabi olanlar o işləri görsələr, onlardan da xoşum gəlməz. Əl-əbəs fis-səlat. Buyurur, onlardan birincisi nədir? Birincisi namazda insan görürsən, biri saqqalı ilə oynayır, biri nə bilim filan, hərə bir şeylə oynayır namaz üstə. Deyir, bundan xoşum gəlməz. Və rəfəth fis-siyam. Oruc halda müəyyən münasibətlər var, onlardan xoşum gəlməz. Vəl-mənnə bə'də-sədəqə. Sədəqə verərsən, sonra minnət qoyarsan. Bu işlərdən xoşum gəlməz. Və ityanəl-məsacid cünuba. Məscidlərdə cünub halda, cənabətli halda gələsən, daxil olasan məscidə. Deyir, bu mənim xoşum gəlməz, Allahın da xoşu gəlmir. Və tətəllu'a fid-dur. Bir görsən, yolla gedir, birinin qapısı açıqdır. Boylanır, baxır içəri. Yoluvu getdi, sənin cəmaatın qapısı ilə nə yaşamır. Buyurur, mənim acığım gələr. Görürsən, biri gedir, boylanır, baxır maşının içinə. Görüm, kim var. Biri birinin dükanının içərisinə boylanır, baxır. Biri həyətinə boylanır, baxır. Biri evinə boylanır. Deyir, mənim acığım gələr bu işlərdən. Və-dahik beynəl-qubur. Qəbirlərin arasında, qəbrəstanlığa girəsən, başlayasan gülməyə. Güləsən. Deyir, mənim acığım gəlir, Həzrət Peyğəmbər sallallahu buyurur. Allahın da xoşu gəlməz bu işdən, mənim də xoşum gəlməz bu işlərdən. Çünki bu işlər elə bir işlərdir ki, Allahı qəzəbləndirir. Bu işlər xüsusən Ramazan ayında olarsa, Allahın qəzəbin daha çox insan əldə edir. Daha çox ilahi qəzəbə yetişir. Hədislərin birində var, bir nəfər nəql edir. Səid ibn Zübeyr deyir. Deyir, mən gəldim İbn Abbasın yanına. İbn Abbas Həzrət Peyğəmbərdən nə qədər hədislər nəql edir. Deyir, dedim İbn Abbasa, mənə Ramazan ayında ən üstün iş hansıdır, onu de. Geniş hədisdir, çox geniş. İnşallah qismət olar növbəti cümələrdə də bu hədis barəsində ardın oxuyarıq. Deyir ki, mən soruşdum, Ramazan ayının haqqın bilən adam, tanıyaraq, bilərək Ramazan ayında, Ramazan ayın yaşaya, ibadət eləyə, bunun mükafatı nədir? Demir, Ramazan ayı gələ keçə, bilməyə, dərk eləməyə, yox. Deyir, Ramazan ayının haqqın bilə. Bilə ki, bu ayın əzəməti nədir? Bu ayda Allah nələr verir? Bunu bilə, o insana Allah nələr verir? İbn Abbas deyir, ey Cübeyr, get hazırlaş. Demədi ya, hədisi nəql eləmədi. Dedi, get hazırlaş. Mən sənə elə sözlər deyəcəm, sənin qulağın eşitməyib o sözləri. Sənin gözün o şeyləri görməyib. Sən düşünməmsən indiyə qədər elə bir şey. İbn Abbas deyir, daha doğrusu Səid ibn Cübeyr deyir, getdim evə. Sübh vaxtı gəldim, sabahsı. Hazırlaşdım. İbn Abbas ona deyir, get hazırlaş, rahat ol, aram ol. Mən dedikcə yadında saxla. Çox hikmətli sözlər deyəcəm sənə. Deyir, mən gəldim, sabahsı sübh vaxtı gəldim və İbn Abbasa dedim ki, sübh namazını qıldım onunla birlikdə. Dedim,
yadındadır, dünən belə bir söhbət oldu, dedin hazırlaş, mən də hazırlaşmışam. İndi o hədisi denən mənə. Ləv əlimtum ma ləkum fi şəhri Ramazan ləzittum lillahi şükra. Deyir İbn Abbas deyir qulaq as, dinlə, yadında saxla. Mən Həzrəti Peyğəmbər sallavatullahdan belə eşitdim. İbn Abbas nəql edir Peyğəmbər sallavatullahdan. Belə eşitdim, o Həzrət belə buyurdu. Buyurdu ki, əgər siz bilsəydiniz mübarək Ramazan ayında sizin üçün nələr var, şükrünüzü Ramazan ayında daha çox eləyərdiniz. Mən ona görə əvvəlcə işarə elədim. İnsan şükr eləməlidir ki, bu aya yetişib, əli çatır bu aya. İnsanlar var ki, bu ayın həsrətindədirlər. Olublar, indi də və gələcəkdə də bu ayın həsrətindədirlər ki, kaş mən Ramazan ayında bir saat fürsət veriləydi mənə, mən ibadətlə, itaətlə, tövbə ilə, dua ilə məşğul olaydım. Buyurdu Həzrəti Peyğəmbər sallallahu buyurdu ki, hər kəs bu ayı dərk eləsəydi, bilsəydi ki, Allah Ramazan ayında onun üçün nələr hazırlayıb, o günü gündən şükrün çoxaldardı, Allaha daha çox şükr eləyərdi. İzâ kânə əvvəlu leylətin ğəfərəlləh Teala li ümməti əz-zunub kullaha. Sonra Həzrət başlayır bu Ramazan ayının 30 günün hər gününün insana verildiyi fəziləti qeyd eləməyə. Birinci gün hansı fəzilət verilir, ikinci gün hansı fəzilət. Onun bəzilərini deyəcəm, amma çox da üstündə dayanmayacağam ki, vaxt çox getməsin. Buyurur, əgər bir insan birinci gecəni dərk elədisə, yəni Ramazan ayı birinci günü gecəni yaşadı və Ramazan ayının barəsində məlumatı var, başa düşüb, bilib və dua ilə, ibadətlə keçirdibsə, buyurur Allah Teala onun mənim ümmətimdən olan o şəxsin bütün günahlarını bağışlayar. Nə qədər günahı var idi? Kullaha, hamısın. Sirrəha və əlaniyyətəha. Fərqi yoxdur. Gizlin elədiyi günah olsun, ya aşkar elədiyi günah olsun. İstər gizlincə günah eləsin, istər aşkarda günah eləsin. Hamısını bağışlayar Allah Teala. Bu Ramazan ayında insana verilən xüsusi özəllikdir, üstünlükdür. Birinci gecəni dərk eləsin, nə qədər gizlin və nə qədər aşkar günahın var, Həzrət Peyğəmbər sallallahu buyurur, Allah bağışlayar. Və rəfə'ə ləkum əlfi dərəcətin. Və Allah onu minlərlə dərəcə yüksəldər, minlərlə. Həzrət Peyğəmbər onu dəqiq demir, nə qədər, neçə. Minlərlə dərəcə yüksəldər. Və yubna ləkum xəmsunə mədinə. Qiyamət günü onun üçün 50 dənə şəhər hazırlayar. Mən dərk eləyə bilmirəm. İnsan acizdir bunu dərk eləməkdə. Birinci gecəni dərk eləyər Ramazan ayında. 50 dənə şəhər qiyamət günü insan üçün Allah hazırlayacaq. Deməli, biz hamımız dərk eləmirik. Biz hamımız başa düşmürük. Ramazanın, mübarək Ramazan ayının fəzilətin olduğu kimi, o İbn Abbasdan soruşulduğu kimi, deyir, Ramazanın haqqın bilərək, ibadət eləyərək, vaxtın, ibadətin səmərəli keçirdərək, Ramazan ayında mükafatı nə olacaq? Bunu soruşdu. İbn Abbas dedi, Peyğəmbər sallallahu belə buyurdu. Və kətəbəllahu əzzə və cəllə ləkum yevməs-sani bi kulli xudvətin təxtunəhə fi zalikəl yevm ibadətəs-sənə. Elə ki, Ramazan ayının ikinci günü oldu, ikinci günün fəzilətindir. Allah təbarək və teala o insanın hər bir atdığı addım, Ramazan ayıdır, gedirsən işə, gəlirsən evə, gedirsən dükana, gedirsən məscidə, fərqi yoxdur, demir ibadət yerinə gedirsən. Hara getsin fərq eləmir. Deyir, hər bir attığın addımda Allah təbarək və teala bir ilin ibadətinin savabını yazar.
Sən Ramazanı başa düşmüsən ona görə. Sən bilirsən hansı aydasan. Sən bilirsən hardasan. Niyə görə Həzrət Əli əleyhissalam buyurdu, məsciddə oturmağı mən behişdə oturmaqdan üstün bilirəm. Çünki Həzrət Əli əleyhissalam bilirdi harda əyləşmişdi. İndi biz niyə məsciddə oturmağı evimizdə oturmaqdan belə üstün bilmirik, əksin bilirik. Evimizdə oturmağı məsciddə oturmaqdan daha üstün görürük. Niyə? Çünki bilmirik harda oturmuşuq. Yerimizi bilmirik, ünvanımızı bilmirik, dərk eləyə bilməmişik. Həzrəti Peyğəmbər sallallahu buyurur ki, hər bir şəxsin atdığı o addım ikinci gün, Ramazan ayının ikinci günü insana verilən mükafatdır. Bir ilin savabı verilir hər addımına görə. Və səvabə nəbiyyin və bir peyğəmbərin savabı verilər. Bir peyğəmbərə nə qədər savab verilər, nə qədər mükafat verilər. Bir peyğəmbərin savabı verilər sənə Ramazan ayının ikinci günündəki ibadət və istiğfarına görə. Və kətəbə ləkum savmə sənətin və bir ilin orucunun savabı sənə yazılar. Elə bil bir il sən oruc tutmuşsan, ibadət eləmisən. Və a'takumullah yevməs salis bi kulli şa'ratin ala abdanikum cenneten fil firdevs min durratin beyda fi a'laha 12. Buyurur ki, kim Ramazan ayının 3-cü günün dərk eləsə, 3-cü günündə ibadət, itaətlə məşğul olsa, Allah Taala onun bədənində olan tüklərinin sayı qədər behişdə, Firdovs behiştində, cənnətin növləri var da, yerləri var. Firdovs, ədin cənnəti və s. və ilaxiridir. Hamısı hədislərdə qeyd edir. Firdovs cənnətində həmən insana Allah Təbarək və Teala bədənindəki tüklərin sayı qədər minarə verəcək, günbəz verəcək, məscid günbəzi. Təsəvvür edin, günbəz. Min durratin beyda fi a'laha 12 beytin minən nur. Həmin günbəzin yuxarısında 12.000 ev olacaq nurdan və aşağısında da 12.000 ev olacaq nurdan. Və bu insana bəxş olunacaq. O evlər insanın ixtiyarında olacaq. Və buyurur, hər kəs Ramazan ayının 4-cü günün dərk eləyərsə, 4-cü gün gəlib çatıb, yetişib, indi bura yaşayır həmən günləri. Bu insana nə verilir? Verilir, Həzrət buyurur, 70.000 qəsrin fi kulli qəsrin 70.000 beytin. O insana 70.000 qəsr verilər behişdə. 70.000 cənnətul xuld, əbədi qalacaq xuld cənnətində. 70.000 qəsr veriləcək ona. Hər bir qəsrdə də 70.000 ev var və hər bir evdə də 70.000 çarpayı qeyd olunur onun üçün. Təşkil olunub onun üçün. Və orada dünyada nə istəyir, nə fikirləşir, orada olan sadəcə oradakı hurilərin, xidmətçilərinin baş örtüyü dünya və dünyadakılardan deyir üstündür. Demir ha, oradakı kimsə, oradakı nəsə. Deyir, oradakı hurilərin xidmətçisi olan şəxslərin baş örtükləri dünya və dünyadakılardan üstün olacaq. Mən istəmirəm bu istiqaməti biraz geniş danışam. Və buyurur ardıca, hər kəs Ramazan ayının 5-ci günü yaşayır. Gəlib çıxır, yetişir 5-ci günü. Fi cənnətil mə'va əlfə mədinətin fi kulli mədinətin 70.000 beyt. Mənim diqqətimi ən çox çəkən bilirsiniz nədir? Bu uzun hədisdə. Çox uzun hədisdir bu. Amma bir neçə hissəsi ki var, bizə lazım olan hissəsi. Mən istəyirəm onu. Bunu inşallah o behişdəki nemətləri gedib görəcəksiniz. Mən istəmirəm elə mövzunu o cür danışam. Allah nəsib eləyibsə Ramazan ayın, inşallah behişti də sizlərə nəsib eləyər. Mənə də şəfaət eləyərsiniz, mənə də nəsib olar inşallah. Buyurur, 8-ci, 9-cuya qədər
Ancaq orada verilən nemətlər, qəsrlər, saraylar filanlardan danışır. Niyə elə danışır? Çünki insanın dünyada marağı daxı, marağı bu istiqamətdədir. Oradakı yeməklərdən danışır ki, onun bənzəri yoxdur. Oradakı veriləcək mükafatlardan. Dünyada insanın meyli hansı istiqamətədir? O bir neçə günü gətirir, çıxardır ora. İnsan ki, gəlir, yetişir 8, 9, 10-cu günlərə, artıq o Ramazan ayının orucuna o adət eləmiş şəxs kimi yox, dərk eləyərək girişir. Var 3 gün, 5 gün tutasan orucu və ondan sonra yorulur da insan, da istəmirəm. Görürsən necə ki, o müstəhəb aylarda bir neçə gün tutandan sonra adam istəyir ki, yox, inşallah elə Ramazanı tutaram. İstəyirsən ötürəsən. Ramazan ayında da elədir, deyir, o həvəslə tutursan, ha, həvəslənib tutursan, orada həmin o nemətləri deyir, qeyd edir. Amma gəldin artıq bir neçə gün keçəndən sonra artıq sən dərk eləyib tutursan, başa düşüb tutursan, onda insanın həqiqi dəyəri göstərilir. Və gəlir, çatır 8-ci günə. Bu 8-ə qədər bu mükafatlardan danışır. Evlər, nə bilim, hurilər, saraylar, qəsrlər filanlar filan bundan danışır. Və a'takumullah yevməs samin amiləs sittinə əlfə abidin və sittinə əlfə zahid. Deyir, indi bir nəfər gəldi, çatdı mübarək Ramazan ayının 8-ci gününə və yetişib həmin o 8-ci gündədir. Allah ona bilirsiniz deyir, nə mükafat verir? Buyurur ki, 70.000, üzr istəyirəm, 60.000 ibadət eləyənin savabını verir ona. Həmin o 8-ci gündəki ibadətə. Onun əməlinə nə qədər mükafat verirlər? Həmin mükafatı verərlər. Və sittinə əlfə zahid. Və o zahid insanlar var. O insanlar dünyanı buraxıblar. Dünya onlara lazım deyil. Onların 60 minlik ibadətinin əcr və mükafatını verəcək. 8, bugün 9-cu gün idi də. 9-cu gündə deyir və a'takumullah əzzə və cəl yevmə tasima yu'ti əlfə alim və əlfə mu'təkif və əlfə murabit. Elə ki, gəlib çatdın, yetişdin 9-cu günə. 9-cu gündə Allah Teala həmən insana 1000 alimin mükafatın, 1000 alimə nələr verər? Həmin o 1000 alimin mükafatın sadəcə 9-cu gündə ibadət eləyənə verər, bəxş edər. Deyir, bu hamısıdır, deyir, yox. 1000 etikaf saxlayan, etikaf elə bir əməldir ki, mərkəzi məscidlərdə olur, cami məscidlərdə olur ancaq. Həmən yerdə 3 gün ardıcıl ibadətdir. Zərurətdən başqa heç bir halda məsciddən çıxa bilməzsən. Məscidin daxilində olunan ibadətlərdir, xüsusi göstərişlə olunan ibadətlərdir. 3 gündən ibarətdir, o ibadətin növü 3 gündür. Buyurur ki, 1000 etikaf saxlayanın mükafatını Allah həmən şəxsə bəxş eləyər. Və əlfə mürabit və 1000 mürabitin mükafatını. Mürabit kimdir? Buna irfanda deyirlər, bir insan öz nəfsani istəklərini o qədər boğur, o qədər nizam-intizama salır. İnsanın ruhuna və qəlbinə Allahdan başqa heç kəs müdaxilə edə bilmir. Və Allahdan başqa heç nəyə gətirib ora daxil eləyə bilmir. Ona deyərlər mürabit. O öz nəfsinin nəzarətçisidir. Sərhədçilərə də mürabit deyirlər. Niyə? Çünki ölkənin sərhədlərini qoruyur. Kənar qüvvələrin daxil olmasını əngəlləyir. Ona da mürabit. Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin. Sərhədçilərə də mürabit deyərlər. Ona görə ki, sərhədçilər də qoymur kənardan müdaxilə olsun. Sərhəddən bir şey keçsin. İnsan öz ruhunun, qəlbinin mürabiti olursa, ora heç bir zaman Allahdan başqa heç bir şey daxil ola bilmir. O insana şeytan vəsvəsə eləyə bilmir. Çünki şeytan ondan naümiddir. Bilir ki, bu mənə onsuz da qulaq asmayacaq. Buyurur, 1000 nəfər həmin bu qrup insanların, 1000 nəfər bu mürabitin savabın və mükafatın Allah Teala həmin insana yazar.
Və a'takumullah əzzə və cəl yevməl aşir. İndi sabahçı günü də deyək. Sabah 10, artıq 10-cu gecədir. Sabah 10-cu gün. İndi 10-cu günün mükafatı nədir? Həzrət buyurur Peyğəmbər sallallahu İbn Abbas Peyğəmbər sallallahu nəql edir. Buyurur Allah 10-cu gündə sizə qəza-ə səb'inə əlfə hacə. Buyurur ki 70 min istəyinizi Allah qəbul edir. İndi sabah otur, əyləş, səhərdən axşama qədər. Gör 70 min istək çatdıra bilərsən istəməyi. Çatdıra bilməzsən, nə qədər istəsin vaxt azdır. Bir gün, buna görə deyilir, deyir, Ramazan ayı çox mübarəkdir, çox bərəkətlidir. Sən hələ sabah nə istəyəcəksən Allahdan? İstəklərini yığıb cəm eləyə bilmirsən. 70 min istəmək olar Allahdan. Bir 1000-2000 istəsin, lap deyək də indi gecə gündüz əyləşsin, ancaq istəklərini dilə gətirsin. Biraz istəyəcəksən, lap 1000 istə. 70 mini çatdıra bilməyəcəksən axı. Bu ay o qədər genişdir, o qədər böyüdür, o qədər əzəmətlidir ki, sənin istəklərin çox kiçikdir bu ayın yanında. Sənin istəklərin bu ayın hələ boş 10-cu günündə çox kiçikdir, balacadır. Ona görə deyirsən Allahdan böyük şeylər istə. Sənin ömrün özü də azdır. Hər şey istəmə o ömürdə. O ömürdə sənə lazım olanı istə. Faydalıların istə. Alimlər deyir, kitab oxuyanda hər kitab oxumayın. Çünki sənin o qədər vaxtın yoxdur bütün kitabları oxuyasan. Nə qədər minlərlə, milyonlarla kitab var dünyada. Sən hansını oxuyacaqsan? Sənə lazım olanları seç oxu, faydalı olanları oxu. İşlər də belədir, savab əməllər də belədir. Savab işlərin içərisində ən ağıllı adam dinimiz belə deyir. Deyir, ən ağıllı insan odur ki, seçə işlərin içərisində ən bərəkətlisin, ən yaxşısını icra edir. Bu iş müstəhəbdir, mən ömrümü sərf edirəm bu işə, amma bu müstəhəblik məni daha əhəmiyyətli müstəhəb işlərdən saxlasın. Daha üstün müstəhəb işlərdən saxlasın. Hətta vacibləri tərk etməyimə gətirsin, səbəb olsun. Deyir, yox, bu müstəhəb. Bəzən insanın ibadəti belə insanın axirətinə zərb ola bilir. İbadət büt halına çevrilərsə, İbadət ancaq adət halına çevrilərsə, o ibadət insana fayda verməyəcək. İnsanın ruhun dinləndirməyəcək. İnsanın ruhun gözəlləşdirə bilməyəcək, saflaşdıra bilməyəcək. Ona görə Həzrəti Peyğəmbər sallallahu buyurur mübarək Ramazan ayının 10-cu günü ki gəldi çatdı. Qəda-ə səb'inə əlfə hacə. Allah Teala 70 min istəyinizi qəbul eləyər. İstəd Allahdan. Öz geniş rəhmət süfrələrin sərib. İlâ ziyafətillah Həzrət Peyğəmbər Şabaniyyə xütbəsində buyurur. Buyurur, tələsin, ilahi qonaqlığa tələsin. Açıb süfrəni, o süfrənin üzərində bütün nemətlərin bəxş eləyib. O nemətlərdən nə qədər istəsiz götürə bilərsiniz. O süfrənin nemətləri azalmayacaq, tükənməyəcək. Nə qədər istəsiz boldur. Vəstəğfərə ləkumus şəmsu vəl-qəmər Bən-nucum, günəş də, ay da, ulduzlar da sizin üçün istiğfar eləyəcək Həzrət Peyğəmbər sallallahu buyurur. 10-cu gün. O qədər istəyəcəksiniz. 70 min istəyi Allahdan istə, Allah qəbul eləyər. Əlbəttə bu istək 70 mindən cəmlənmir. Bu saylar, rəqəmlər çoxluğu ifadə eləmək üçündür. Sənin 70 yox 80 min istəyin olsa, Allah onun 80-ini də qəbul eləyər. 80 minin də. Allah o çoxluğu çatdırmaq istəyir. Hətta bu qədər də olsa qəbul edəcəm. Vəstəğfərə ləkumus şəmsu vəl-qəməru vən-nucumu vəd-dəvab. İndi 10-cu gün gəldi, istəklərini istədin, Allah qəbul eləyəcək və bundan əlavə günəş də, ay da, ulduzlar da, dörd ayaqlılar da sənin üçün tövbə eləyir. İstiğfar eləyir. Və-tayr və-siba' quşlar sənin üçün tövbə eləyir. Yırtıcılar sənin üçün istiğfar eləyir. Və kullu həcərin və mədər və bütün daşlar, kəsəklər sənin üçün tövbə eləyir.
Və kullu ratbin və yabis, bütün yaşda, quruda olanlar, suda olanlar, quruda olanlar hamısı sənin üçün tövbə eləyir. Vəl hitan fil bihar, dənizin balıqlarına qədər sənin üçün tövbə eləyir. Vəl əvraq aləl əşcar, ağacların yarpaqlarına qədər sənin üçün tövbə eləyir. İndi əzizlər, bu günlərdən daha bərəkətli, daha gözəl, daha üstün, daha qiymətli günlər hardan tapa bilərik? Hələ günü yaşadığımız gün, sabahki gün. Nə qədər Allahdan, ona görə Həzrət Əli əleyhissalam buyurur. Buyurur ki, ən çox bu ayda iki şey istəyin. Əvvəldə dediyi o hədisi. Birincisi duadır, ikincisi istiğfar. Çünki dua vasitəsilə bəlalar insandan uzaqlaşır. İstiğfar vasitəsilə insanın bütün günahları bağışlanar. Allah bu mübarək Ramazan ayında hər birimizi bağışlanan şəxslərdən qərar versin inşallah.